Salam xanımlar və cənablar, AFA mətbəxi növbəti buraxılışına xoş gəlmisiniz. Bu günləri uşaqlar 191-ci qrup ilk dəfə improvizasiya aktyorluğunu sərgiləyəcəklər, skeçlərini hazırlayıblar, ilk səhnə təcrübələrini yaşayacaqlar. Uğurlar arzulayıram hər birinə, necə deyərlər, izləyicilərdən də bu arada şad xəbərlərdən biri, Onun Gözləri Gülürdün birinci seriyası 200 min izlənməyə çatdı. Axarıncı olsun, izləyicilərə söz vermişik ki, əgər milyonu keçsə, biz onun ikinci sezonunun çəkilişinə start verəcəyik, başlayacağıq. Maraqlı layihələr var, geridən domino daşları gəlir, ondan sonra Qağa ayları təzədən çəkəcəyik, 0-dan 12 seriya. Nilza xanımın maraqlı serial idi, yoxsa kino idi? Vəziyyətə görə, izləməyə görə. Bir növ bizim motivasiyamız izləyicilərin rəyləri, izlənmə sayıdır. Biz öz üzərimizə düşəni eləyirik, əsas izləyicilər də öz üzərinə düşəni, yəni paylaşsınlar maksimum ki, daha çox izlənmə gəlsin ki, bizdə də, gənclərdə də motivasiya yaransın ki, yeni işlərə imza ataq. Hə, Qara? Başlaya bilərik. Başlayaq, görək nə hazırlayıblar. Hər kəs salam, xoş gəlmisiniz. Necəsən? Bir dəqiqə deyəm. Bu nə sürətdir? Necəsən mən? Yaxşıcasınız. Sən bildiyi onun iş var. Məhəmməd, sən operator deyildin. Səni kim salıb skeçə? Mədinə, nə hazırlamısın? Skeçimizin adı satıcıdır. Deyən, nə satışı? Paltar. Paltar, marojna elə bilir. Başqa nə var? Bu satıcı yəni işini çox sevir. Gecə yatanda paltarlarla yatırıb o qədər sevir ki, işini abardıcı qədər, yəni müştəriləri çox sevir. Yaxşı. Məhəmməd, sənin sözün var. Niyə çıxmısan? Qorumaq üçün çıxmısan. Əla, baxaq görək nə var, nə yox. Ay Allah, yenə ki gəldim bura. Bəh, təzə mallara bax, bəh. Oy Allah, oy. Bugün ancaq pozitiv olacağım, güləcəm. Hom? Meditasiyaya başlamışam, bugün ancaq pozitiv olacağım. Əsəbləşmə yoxdur. Salam xanım. Necəsiniz xanım? Aa, nə qəşəng paltarlar var. Mən özümə bir paltar axtarıram. Mən görsədə necə arıqlamışam. Görürəm ki, ip incəsiz. Bəli, bilirəm. Mənə XXXS verərdiniz, belə əynimə uyğun. Sizə? Bəli. Yeni arıqlamışam, necə görünür? Çox bilinir. Çox bilinir. Bəli. Belə koftalarımız var, baxın. Yox xanım, yəni Badımcan rəngi. Yox xanım, yəni bu mənim gözlərimlə uymur. Mənim gözüm göydür. Bu göydür. Bəli. Lens taxmışam. Karşniv lens ki, göz dəyməsin. Yəni ona görə. Bəli. Uymur bu. Belə təzə mallarımız da gəlib. Bunlara baxın. Aa, bu çox qəşəngdir. Gözlərimə də uyur. Amma qısadır. Mənim sevgilim biraz qısqancdır. Həqiqi. Məndə də var, bilirsiniz. Aa, həqiqi sizinki də qısqancdır. Ay, inanırsınız, mən o qədər qısqanır ki, belə şeylər geyməyə icazə vermir. Normal bir şeydir, yəni sevgilinizdir də. Hə, bəli. Mən ona görə uzun, mənə uyğun qəşəng bir paltar verin. Uzun sizə uyğun. Aa, çox qəşəngdir. Bu gedim əynimə geyinim, tamam. Ay Allah, mən incəyəm, mən eləyəm. Nəysə. Görəydik. Nə işin var sən burada? Mənə görə gəl. Ay Allah, mənə görə. Azki, gəl bura. Mənə görə gəlmisən, hə? Mənə görə. Anlamadık sən. Sən burada işsən, hə? Hə, xəbərin yox idi. Ola bilməz. Yazmışdım, mənə ancaq görüldü atırsan özdə. Mənə bu görüldüyünü atma. Dayani. Ay, yox, belə olmur. Ay da başım ağrır, mən gedim də nə olar? Çay çək. Yox, gedim də mən. Vallahi tələsirəm. Aa, gəldim həyatım. Bax, buranı deyirdim sənə yenidir.
görürsən? Hə. Hə, xanım, bu mənim əynim olmadı. Mən sizə XXXS vermişdim. Bu çox dar gəldi. Cırıldı, amma heç də olmaz, cırıldı. Cırıldı. Amma heç də olmaz. Bir dənə baxım cırıldı. Alarıq, yəni bunu alarıq, heç nə olmaz. Xanım 2 yerə bölünmüşdü demək olar. Nəysə. Mənlik deyil, siz yəni etdiniz də qəşəng. Sevgilimiz dedi deyəsən hə? A, bəli, bayaq sizə dedim ya qısqancdı, odur. Görsən necə yəni yaraşıqlıdır. Hə, görürəm. Hə. Başqa nə cür paltarlar istəyirsiniz? Xanım, mənə balayına uyğun bir paltar verin, çünki biz balayına gedəcəyik. Hətta Bəli, bəli, hətta balayına Parisə gedirik. Allahın izni ilə. sizin ancaq Paris koftanızda yazılan. Nə? Hə, heç nə. Hə. Ha, orada qəşəng paltarlar bilirəm. Basmayın bazarı 13 kilometr oyunda alacağam. Ay, yox, nədir? Cəmi o. Basma nədir? Ay, yo, yeni gəlmədiyimi, bura yeni açılıb. Buradan burada cəmsi 13 kilometr. Ay, yox, bura daha yaxşıdır. 70% Çox indirimlərimiz var bizim. Aa, çox qəşəng. Allah bax, gör nə qəşəngdir. Yəni. Çox Bunlara baxın, baxın. gözəldir, xanım. Çox sevdim. Yəni buranı mən hər gün bura gələrəm. Hər gün sizə gələrəm artıq. Yəni gəlin də. Aha. Mənim də bir dənə eksim var idi, yəni sevgilim var idi da. Mənim sevgilim mən o qədər sevirdik. Axırda nə oldu? Nə oldu? Şey oldu. Nə oldu? Heç nə. Axırda işte bir dənə getdi mənə bir dənə çirkin qızdan aldatdı. Vay şərəfsiz. Gözümün qabağında. Belədir. Bilirəm. Özü gedilər ən çirkin orada var onu sevirlər. Hə. Hə. Ya özlərinə oxşamışı sevirlər. Yəni elələrinin yəni başında. də, yəni. Bəli, hə. Belə. Qəşəngdir. Hə, xanım. Bəlkə gedək. Hara gedək? Mən nəsə pisləşirəm. Getməyək. Yo, gedək. Getməyək. Vallahi. Orada 5 alana 4 verirlər. 6 al 7 verirəm. Elə bir mağaz sayıram 7 verənə 8. 10 ver 11 verirəm, hə? Başım! Ay vay! Aa! Hərəniz bir tərəfə çəkirsiniz, nə olur? Başım ağrıyır mənim. Sən yaxşısan? Yox. Aa. Yox, yaxşı deyiləm. Yaxşı deyiləm. Gəl. Xanım, sağ olun onda, sağ olun. Gəl, də apteka gedək, gəl. Ha, Allah'ım bu neydi? Gözümün qabağında məni aldatdı. Çok pis oldum. Çok pis oldum. Salam, niyə ağlayırsan? Çok pis. Ağlama. Çok pis. Ağlama. Ağlama. Nə olub? Danış. Çok pis. Danış mənə. O var idi uzun boy. Ha. Sevgilim var idi. O sənin dediyin belə uzun boy. Hə. Girdi o. Bir də gördüm bir dənə qız gəldi. Qız gəldi, sonra o da gəldi. Sonra bir qız qaçdı onun yanına. Bir də gördü bunlar Bunun sevgilidirlər. qırmızısı var. Söz danışıram. Bir də gördüm bunlar sevgilidirlər də. Sonra qız dedi ki, mənə Parisə aparacaq filan dedi. O məni Ağcabədiyə aparırdı, yadındadır? Hə, istirahətə aparırdı o məni. Hə? Heç nə. Sən düzgün birini tapamamısan hələ. Tapa bilməmişəm. Yoxdur, hardan yoxdur. Bəlkə də var, sən prosto yaxşı baxmırsan. Baxıram, yoxdur. Oğlan yox, tapmıram mən. Diqqətlə baxsan bilərsən. Yoxdur, tapmıram. Sən mənə taparsan bir dənə. Hə? Tapmarsan? Yox. Tapma. Var, prosto sən Görünmürəm də, diqqətlə görünmürəm. baxmırsan ətrafa. Yoxdur. Adam yoxdur. Of, nəysə, heç nə olmaz. Sən elə Bu da azdır. danışdan belə. Hə, heç nə. Deməli, çox pis oldum da, yəni. Razmeri qalıb buna. Qalmayıb. Mən pisəm. Hə? Mən pisəm. Hə? Mən pis. Hə, pissən. Sən də mən başa düşmürsən uca. Nəysə, mən sənə bunlardan birini göndərirəm. Get sən, get. Sağ ol. Nəysə. Pis olmayacağam. Bugün ancaq yaxşı olacağam. Gütbiləriz olacağam. Fso. Beş kilo makyaj. Saç
Salam xanım, nətərsiz? Salam, yaxşıyam. Hə, mən bu şalvar paltar axtarıram. Hə. Elə bil ki, həm kofta olsun, həm şalvar olsun, həm papaq olsun, həm corab olsun. Elə geyindirək fişt. Getdi. Fışt. Hə, Nə tər şey ola bilər ki? baxın. Neçə razmer geyinir sizin qızınız? 5. 45. Yox, koftası. Hə? Və dədəsinin paltarıdır, dədəsindən dəst geyinirlər. Qəşəngdir bu, qəşəng. Dədəsinin rənginə uyğundur. Buna baxın, fərqli bir şey. Pisdir, bu qəşəngdir. Bu neçədir? O 35 manat. Bunu götürək, bir dənə də şalvar. Şalvar. Burasını da götürəcək. Ay Allah, bunlar nədir burada? Ve burada var bir dənə şalvar, baxın. Təp təzədir. Türkiyə istehsalı. Bilinir. Cırılmır. Bilinir. Baxın. Qəşəng bomba şimdi buna götürək. Hə, götürün. Ayaqqabı. Ayaqqabı. 45 razmer. Ve belə bir şey var. Yox. Bu o, Yox, olmaz. Qara rəng. Dədəsi ağ şeylər geyinmir. onlar Nə? Dur, tut. Ay mama. Dayan. Tut ayağını. ehtiyat uşaq yıxıl, ay Allah yıxıldı uşaq. Qəşəngdir. Nədir? Təpək göstərmə. Dədən evdə ayaqqabı axtarır. Bunu da götürək. Aha. Hansıları götürdünüz? Bir dənə bu, Nə bu? bir dənə də o. Bir də ayaqqabı. Ayaqqabı həftə hazırdım. Cəm neçə manat? Bir dəqiqə deyəcəm. Hə. Ay Allah, ayaqqabı düşdü. Qırmayın da. Cəmi bir dəqiqə. 150 manat. Güzel manat. Al günə sən pul vermişlər 100 manatın. Mama verdi mama. Al. Al da. Onlar bir dənə kloka qoyardınız ya da qoymayın. Verin bir dənə pararıq. Mama, ay mam. Hə, Mama. Zəhər, hə. Xalan saçını bir. Baxım, ay Allah, nə ay nə qəşəngdir. Hə, bilirəm mən. Ay Allah. Ay Allah. Yaxşı, sağ ol. Sağ olun. Mama, konfet var idi, onu alardım. Ay Allah, ay Allah. Neyse, əsəbləşməyəcəm. Sakitəm. Nənə. Boy. Nənə. Baba nə bağırırsan? Elə bildim, eşitmirsən. İştəyirəm. Hə. Hə. Nə istəyirdiniz? Yetərsən bala. Yaxşıyam xala. Mışılmış. İndi mən o pensiyam Rahatlaşın xala, hə. Rahatam. Mən o pensiyamı almışam. Hə. 20 manat. Hə. Ondan gəldim özümə bir bildin də ondan almağa. Nədən xala? Ondan da ayıbdır da bala. Hə, şey deyirsiniz? Ay, dayan ayıbdır. Hə, bildim. Hə, onlar anı indi bir. Var da, baxın. Oradan dartın. Uzanır, görürsünüz. Uzanır. İstəyirsiniz, baxın. Bildim. Cırılmır. Bildim. Hə. Bu neçədir indi bala? Bu neçədir? 30. Boy. Hə. Nə oldu? Oy. xala? Ucuzdur. 35-dir, mən sizə 30-a verərəm. Pis okum qalxır. Bala bu pensiyandan çıxdı bunun qiyməti. 35-dir, mən sizə 30-a verərəm də. İndirim eləyirəm hətta mən sizə. Hadi pensiyandan çıxdı da mən 20 manat alıram. Onda gedin oradan alın da 20 manat satırlarsa. Bura yolumun üstüydəndim. Qatayam mən. Ayaqlarım ağrıyır, mən oraya gedəmirəm. Gedə bilmirsiniz? Baxın indi. Burada bir dənə yeri var. Orada yəni şey nədir onun adı? Option bundan. Onlar orada 50 qəpiyə falan satılır. Yəni 1 manat 50 qəpiyə çox zordur da yəni xala. Hə. Ora hara dindi? İndi baxın xala buradan gəl. Gözlərinizi yumun. Yumun. Düpəz gəlin. Bunu da belə yola verdik. Ay Allah, paltar düşdü də yerə. Gic adamlar gəlir. Öf, ay Allah. Sifətlərini 5 xamak gəlirlər, gəlirlər. Ay salam əleykum. Salam. Qulaq as, ne?
Xan, mən bu oğlum Fıqışa paltar almağa gəlmişik, amma bilmirəm də nə alım. Papas alimenti təzə verib, üstünüzə sağlıq. Nə ala bilərəm? Bunlardan var, baxın. Azmi nədir? Yox. Bax, Azmi budur. Qaldır əlimi mama qurban. Deyə bax, belə bir şey. Qırıldı. Baxın, belə bir şeylərimiz də var. Hə, Fıqış nətərdir mama? Qara deyil. Qara kimdir? Gic, insanlarla dostluq eləmə dedim sənə. Bu nədir? Olar bu? Yox. Nə yox? Nəyimiz var? Aa, çəhrayı. Çəhrayı deyil o. Nədir bu, bilmirəm də rəngini. Bənövşəyidir. Hə, olsun. Olar ona? Fıqış nətərdir mama qurban? Yondo. Nətərdir? Hədə başın seçmirsən, seç tutar görüm. Çox- Yaxşıdır? Yox. Başqa nəyiniz var? Belə şalvarlarımız var, baxın. O neydi elə? Dəymə, cəmaatın beşini düşünə dəymə dedim sənə. Çox qayın ol. Buna baxın. Ay. Bunlar şeydir, bu nə bəzəkdir, qəşəngdir hə. belə. Hara gedirsən? De, hə. Baba bu, mama qurban, baxın. Oldu, hə, qəşəngdir. Hə, mama qurban, bu qəşəngdir, hə? Yox? Qəşəngdir. Hə. Bunu götürək. Bir dənə də krasovkalarımızda nəyimiz var? Bunlar var, baxın. Elə bir də o qalıb. Hə. Baxın. Az yandan. Bir də xala. Bir baxın. Olacaq. Cırılar, elə eləmin cırılar. Geyinirsən? Nə yox, çor yox, dərk yox, nə yox. Bunun boğazı olmasın. Nə olmaz, istəmirəm bunu. Hadi hədəfin mağazasındır. Nə hayır? Rəhman, vur öldür canı qutarsın, sənin də bizim. Yani deyə qolum. Şəxsi intriqaları səhnəyə daşımayın. Yox mənim. Hə, bu qəşəngdir bax. Hə, maşallah. Hə. Geyin bunu. İpince, maşallah. Geyin Gözü bunu. niyə belədir sən? Ne var? Beni niyə edirsən? Niyə gülürsən? Yaxşıdır mama qurban, yaxşıdır. Yaxşıdır, xalayla dalaşma. Geyinirsən bunu, geyin. Geyin bunu. Geyin də. Giyindirsən? Bax, çiçəyinimə. Amma qaranlıq oldu. Yox, yaxşıdır mama. Mənim üzümə qayıdırsan sən. Naştıkı çıxartın. Sənə nə var? Hədə demədim xalalara cavab qaytarmağa. Mənim dedi vurma da. Niyə vurursan? Bir şeyimiz var. Az bir bunun cinsiyyətinə bax, gör o nə olar. Oğlandı bu. Nədir bəs? Fıqış deyirəm ağzımda. Hə. Buna baxın. Nədir o? Ağımın bizdən mırtlarır, Allah mırtlarır. Allah, gəl buradan. Gəl buradan, gör nə ver mənə. Yaxşı. Nə oldu mama qurban? Yenə nə oldu? Mırtlarır məndən. Evə gedək, aslını ağzına pop qoyacam deyə. Nəysə. Nəysə, gəl sən. Allah sən bax. Paltar ver, paltar gitti, paltar gitti. Allah patan bey. Bu neydi ay Allah? Müdür, açıqlaya bilərəm müdür. Gördüyünüz kimi deyil, açıqlaya bilərəm. Müdür, etməyin, eyləməyin. Müdür, valla gəldilər üstümə atdılar paltarları. Müdür, bilirsiniz nə oldu? Müdür, bilirsiniz nə oldu? Girdilər içəri, birdən belə paltarları üstümə atdılar. Vapşı bilirsiniz nə? Çıxıram mən işdən. Bezmişəm tay. Hər gün gidəcək adamlar gəlir ürə. Deyirəm, pozitiv olacam. Həmişə əsəblərim pozulur mənim. Sənin maaşını 700 elərim, xəbərin olsun. Nə? 700? Hə. Sən nə deyirdin? 700. Hə. Müəllim, gəlin qırıq maaşı haqqında biraz danışaq. Yəni bilirsiniz, biraz da artdırın da bunu. Gəldik yenə bura.
Evin hambalıyam, qızıyam, bilmirəm. Bütün günü dərs oxu, evləri yığışdır. Ay Allah, içdikləri stəkanı da yumazlar. Yo, mən bilirsən toxunan nədir? O gün məktəbdə kitab düşüb əlimdən yerə. Deyir ki, ay bunu bir dənə mən verin. Deyir, bir dənə buranı süpür də. Sən demə bu da xadimeymiş. Ay məktəbdə də məni hiss eləyirlər ki, mən evdə evləri yığışdırıram. Ay Allah, ay Allah. Utancım. Ay Allah, şaton bombasıdır. Qızım nə tərsən başa dönüm. Yaxşı Məhdi, sən nə tərsən? Ay qadan alaram. Oy. Günün necə keçdi? Az tualetdəydim. Oy. Oy. Özümə gəldim ya Allahın olsun. Nə tərsən başıma dönüm. Özündə dördün. Mən deyirəm də anan gedəli sən çox dəyişibsən ha. Nə tərsən, nə var, nə yox. Oy. Salamatçılıq. Evlər Dərslər, ev təmizliyi, şalpa. yaxşı, evlər təmizlədin əsas odur. Təmizlədim. Bal tök yala. Nəmik. Az! Nə oldu? 7-yə 1 dəqiqə keçib, sənin bacıların hanı? Mənim bacılarım hanı? Hardadır? Məsələ burasındadır ki, mənim bacımın, ortancıl bacım öz padruqasına adı gündür, gedib ona paltar almağa. Azçı sapını danışdın sən. Get başına yığ denən evə gəl, dədəm səni gözləyir. Dur, get yığ var. Təmiz dirxol olur. Telefon. Ardasan. Buradaymış. Gəlin gör. Get çöldə danış, şeydir, bir də qonşu ilə danışım gəlir. Ol. Alo. Ayraz. Bu təzə köçən qız var. Yəni şeydə, qonşumuz. Ay, bilirsən nədir sən? Qurana and ol. Facebookda takibat ver. Diyan qızım gəlir, Diyan. Ay. Hələ yox. Diyan, mən deyəcəm. Gəl qızım, gəl, danışdım. Uy ayata. Zəng elədim. Deyir ki, yoldadır gəlir, biraz probkaya düşüb. Nəylə gəlir ki, az? Avtobusla. Yaxşı. Denən tez. Qatarla gəlsin. Sən deyirəm, Allah'ın olsun, mənə sındırmaqdan başqa bir işin yox da. Bəs tutar, mənə təmiz bura gətirdin sən. Bacını çağır. Mənə dəxli yoxdur, o balaca hanı balaca? Balaca həyətdə idi, mən onu bayaq gördüm. Balaca, Get toplan çağır oynur onu, da. Deyən çağırım. Sən öyle axırıncı dəfə mən qələt eləyərəm, noxdu pivə içərəm. Bu nə də, öldüm çalafım təmiz dağıldı yesən. Aha, deyəm. Ayata, çağırdım, gəlir. Gəlsin tez. Gəlsin. Gəl. Az hardasan? Çöldən. Çöldən ağarırsan qızım, sən bax saat 7-yə işləyib 1-cə dəqiqə. Mən saat demişəm 6-da evdə ol. Hardasan? 6-dan. İndi sən olar da qızım, indi biraz üzrü say. Hardaydın, nə edirdin? Danış görüm. Çöldəydim. Nə edirdin? Bəs yaxşı qızım, olar bir dənə sual verim. Sözümü də kəsirəm. Sən padruqalarının atası anası hardadır? Demirlər qızım evə yığışmır. Qız deyirlər ki. Yox, paltarda yığışdırasan qızı. Az bəsdir dedim, sən məni təmiz dilxor elədin, Qızım, yaxşı bu hansı cinsdəndirlər bunlar? Qız deyil, başqa nə cinsi var? Oğlandılar. Evim yıxıldı, ay Allah. Qızım, sənin oğlanlarla nə işin var? Başına dönüm. Məni dəli eləmə. Allaha and olsun, bezdim mən dərman atmaqdan. Yaxşı da biraz indi əsəbləşmiş ola bilərəm, üzrü say. Məktəb nə tərcih edir? Nə olub? Mən məktəb buraxmışam 5-ci sinifdən. Sən neçə oxurdun? 5-də. Ya məktəbə getmirsən? Oy da, sən öyle papağım yerə soxdun, bala sən. Papağım var ki. Az dinmə, evdə asılmışam. Sənin o bizi bacın hanı? Hə? Yolda gəlir. Denən tez gəlsin, Allah'ın bir dəfə də yığ. Yığ burada, yığ. Telefon, o bir evdə. Ay Allah, 7 otaqlı evimiz var axı. Xunuya gedirsən də güya. Mənə bax qızım. Sən bu bacın hardadır? Veylənir. Parkda. Nə edirdi bu parkda bilmirsən? Gəlir.
Gəlsin. Yəni, uje avtobusdan düşüb gəldik. Bəli. Gəlsin. Gəlsin. Otur bura. Otur. Deyir bura, sən- ayağım palçıqdı, biraz məşğul idi. Otur. Otur sizinlə söhbət edirəm. Otur. Hardan gəlirsən sən? Hello. Hello nədir az? Salam da yəni. Az hardasan sən? Necəsən Papulya? Mən çöldə idim də gəzirdim. Çöldən sən kimlə gəzirsən bala? Mən uşaqlarla idim. Nətər uşaqlarla? Uşaqlar kimdir? Bunun atası anasanı bu qızların. Qız deyil ki. Timesan. Az nağarsınız? Sizin başınız qaçıb bala. Mənim məhəllədə adla tanıyırlar ya, Qurana and olsun. Bu nə danışıq deyə başa düşmədim. Yaxşı, ola bilər düzdür, çox əsəbləşirəm. İndi atanızam da, baxmayın da, sizi çətinliklərlə böyütmüşəm. Sən öl gözümdə oldu. Deyəm. Ceydilər yəqin ki, hə? Ceydilər, hə? Aralarda elə olanlar da var, amma çoxunluğu oğlandır. Hə? Pişik oğlandı, otur da. Hə, Cins heyvan oğlandı. başına dönərəm. Bax söz deyim. Ceydilər də yəqin ki. Deyirəm də, aralarda gey olanlar var. Amma ki, yəni oğlandır çox. Nətər yəni? Bax söz deyim qızım sana. Oğlanlarla nə işin var? Qızlarla oyna, qızlarla gəz. Mən heç nə demərəm. Oğlanlarla nə işin var sənin bala? Oğlanlarla da belə özə söz. Az gicdəmə, bacın balaca uşaq burada nə danışırsan sən? Qulağına bağla qızım. Sonra təmiz təzqim düşdü. Yaxşı, bax, ola bilər. Mən sizi həm ata olmuşam, həm ana olmuşam. Hər şey ola Nənə bilər. olmuşsan. Nə olmuşam? Nənə. Hə, nənə də olmuşam. Bu kim daha az? Bu kim daha az? Qızım dur, ya da sən durma. Dur qızım. Dur, yenə mən, hər işi mən görüm. Az indi dur da sən. Mənə bax, işıq pul yığansa atam evdə kateqoriki yoxdur. Davay. Yoxdur, heç yoxdur. Yox. Yoxsa biraz var. Yoxdur. Salam. Bir dəqiqə. Mənim 3 dənə qızım var idi da. 1, 2, 3, 3, 2, 1. Üçünüz də sən salam verirsən. Salam. Tanımadın məni? Kimsən az? Tanımadın nəgi? Az kimsən? Xalamı tanıyıb baxdım. Maşa. Az tanımadın, ayınam da. Hə, ay Allah, ay Allah. Az sənə qurban olaram, Qarnın ey. git aramıza, hə. Ay Allah, böyüyüblər bunlar. Dəqiqə, Baba, yan. yazmamışam. Yaxşı yadıma düşdü. Bunları mən böyütmüşəm. Hara böyüyürlər? Mən böyütmüşəm. Sən böyütməyibsən, yaxşı? Atdın, getdin sən bizi. Qızlarım mənim. Sən qurban olaram, ey. Pul yox idi. Əziyyət, bir dəqiqə, pul yox idi. Sən işləmirdin axı. Mən getdim Dubaydan iş tapdım özümə, işlədim. Nə işlədin az? İşlədim də. Allaha and olsun, məhliyə çıxamayacaq. Məhliyə kateqori ayaq qoyamayacaq. Ay bala. Hə. Halal öz əziyyətimlə işlədim mən. Halal. Gözəlliyə bax, ay Allah. Bunun ağzı nə girmir içəri. Gözəlliklərə Az bax. ağzına vurma. Yazıq. Sənin ağzından da bunda da ki. İt aspırar tayin tapar. Nətər böyük... Aya bu... Bunların adlarını heç bilmirsən, ey sən? Bilirəm. Nədir? Nara, cura, bura. Az nə nara cura bura? Azərbaycan Respublikası. Az bu kimdir? Bu arada ay Allah. Salam əleykum. Bu kimdir az? Dubaydan bunu gətirdin? Keç bura, keç bura. Ya orada dursun. Qal burada, qal. Bu kimdir? Kimdir? Hə. Oxşarlıq görmürsən yəni. Əyil, əyil. Az oğlundur? Yox. Nəyi? Mənim çoxdan atam getmişdi axı şeyə, Dubaya. Hə. Hə, Dubayda ta neynəsə bu çıxdı ortaya. Amma baba çıxıb ha, Allaha and olsun. Nətər tutturub xalı ortadan. Söz deyirəm ey. Yəni. Qardaşındır? Hə. Brothers. Brothers. Qardaşındır? Hə. Az mən də elə bilirəm sən elə bilirəm oğlundur. Oğlum yox. Hə. Az bu. Ay o tərəfə əlin diş dayansın.
Söz deyirəm, I am. Bunun yoldaşı. Neydi onun adı? Fader. Yəni bunların faderi. Bu mən. Children. Yeah. This is that my children. Wow. Yeah. Məhəmməd, Bəli. ərəbcə danışır. Al-habli maha. Mən yox. Mən yox, mən yox. Atare. Yumurtadan çıxıblar. Az deyəm da, sən nə danışsan? Qardaşın hər şey niyə izah edirsən? Bu oyunu yox. Bax, Azərbaycan Respublikası. Ay yox. Odur. Qız adlarıdır. Adları. Normal ad qoyardın da bu nədir? Az yaxşı addır da, vətənpərvər qızlarımdır mən. Yavru oluram. Dəyişdirəm heç nə olmaz. Okay? Başa 50 manat oldu. Lal. Danışa bilir. Gəl. Söz deyirəm, qulaq as. Atasını oxu. Qulaq as. Bunu hardan tapdın? Nətər tapdın yaş? Ərəbistanda nətər peyda oldu? Ərəbistanda yox ay baba. Harda? Ərəbistandaydı, hə. Deməli Ərəbistandan mən gedirdim, birdən-birə bu çıxdı qabağıma. Hə. Sonra görüm xallarımız eynidir. Dedim ki, bu mənim qardaşımdır. Hə. Az elə qardaş ölçürlər. Onda mən də səninlə bacı qardaşam. Ha bu niyə gülür? Deməli, hə də belə, bu yaxşı nə işlə məşğuldur? Nəy bu? Ora bax. Qardaşım. Petrol var, hə? Petrol var, hə? Həqiqi, nə işlə məşğuldur? Nə işlə məşğuldur? Hə? Yemək, Hindistanlı yemək aşpaz. Bu kotlet. What's budur? Nətər oxşuyur? Yan. Qızım biraz bura ortaya otur. Səncə bura. İndi bax, illər sonra balalarını tapırsan da, düzdür? Uzaqlaşın aranızdan. Bax, illər sonra balalarınızı tapırsınız. Siz belə mehriban olun. Biz bununla asan xidmətə dəyif gəlirik, yaxşı? Siz burada həsrət gedər. Lord. Lord nədir? Şoka düşdü, şoka. Diyan. Dili qattalanar. Gəl. Gəl mən sənə başa salacağam. Övladlarım. Of shit nədir az? Övladlarım dedim, övladlarım. Ay gəl. Ay uşaq var, keç otur. Xəstə ol. Ay Allah, dəyişilmişsiniz. Gəlin bir dənə gedək sizinlə bu vaxt keçək. Gəlin. Sizə bir dənə şeylər almışam. Ayda, mən bir dənə bundan aldım. İlk dəfədir, normaldır. Çatışmazlıqlar var, onlar düzələcək. Əsasən də arxavızı izləyiciyə çox çörürsüz. Biraz elə dayanmalısınız ki, bir-birinizin də qabağını bloklamamalısınız, kəsməməlisiniz. Həm də arxavızı izləyiciyə çörməməlisiniz. Deyilib də sizə? Bəli. Düzələcək. Həyəcandan unutdunuz. Cırçıda da biraz getdi. Amma belə ümumilikdə struktur yaxşıdır. Qızlar ayrıca qəşəng idi. Mağaza skeçi ayrıca qəşəng idi. Xalva nə oldu sana? Deyil. Ərəb şeyxini. Sildim mən. Sildin niyə? İndi sizə eşidik. Ümumiyyətcə bütün qrupumuz hamısı əlaydı. Heç nə akademiyaya gələndə ümumiyyətcə iki məqsədim var idi. Bir indi aktyorluqla inşallah indi davam edirik yolumuzu. Görək nətər olacaq, necə olacaq. Məndə alınmır. Salam. Xoş gəlmisiniz. Başa düşdüm. Demək istəyirsəniz? Mən çox sana gətirəm. Əlində olanda deyərdim də. Mikrofon ələ gələndə həyəcanlanır. Açıq danışsam, mən skeçləri qıraqdan izləyəndə deyirdim ki, yəni çox asandır falan deyirdim. Amma səhnə qarşısında olmaq daha çətin imiş. İnsanların baxdığını biləndə insan
danışa bilmir. Bu çətinlik çəkdi. Çox sağ olun gəldiniz üstünüzə. Çətinlik çəkdiniz, gəldiniz. Təşəkkür edirəm. Sağ olun. Bütün müəllimlərimizə və mentorlarımıza təşəkkürümü bildirirəm və bütün qrup yoldaşlarıma uğurlar diləyirəm. Bu qədər. Xoş gəlmisiniz birinci. Yəni biraz həyəcanlıyam, nə deyim bilmirəm sözün açığı. İlk imtahanım deyil bu mənim, amma yəni o ilk imtahanmış kimi həqiqətən həyəcan var içimdə. Yox, yəni etüd falan. Etüddən sonra amma skeç ilk. Yəni ilk dəfəki imtahan həyəcanı var hələ də içimdə. Təşəkkür edirəm gəlib bizə baxdığınız, dəstək verdiyiniz üçün və qrup yoldaşlarıma da uğurlar arzulayıram. Bu qədər. Sağ olun. Öncəliklə hər kəsi salamlayıram və gəldiyinizə görə təşəkkürümü bildirirəm. Buraya ilk dəfə çıxanda açığı bilmirdim içimdəki hiss qorxudur, yoxsa həyəcandır. Əslində aktyorluğun bir növ dəliliyidir. Çünki bura çıxanda həm qorxursan, həm də qorxunu da çox sevirsən. Bura gələndə anladım ki, yəni əslində həmişə mühakimə olunmuruq. Bu insanların baxış bucağından asılıdır. Yəni əslində dərsdən kənarda olanda Nərmin müəllim gəldi, mənə sarıldı, dəstəyini bildirdi. Bu məni daha da cəsarətləndirdi. Çox sağ olun, təşəkkür edirəm. Salam, xoş gəlmisiniz. Başda Zahir müəllim olmaqla bütün müəllimlərimizə və mentorlarımıza təşəkkür edirəm. Sağ olun.